Boşanmış ekspertlər gedib oturub Zaur Baxşaliyevin verilişində ona buna ağıl verir. Deyən Səidə Bəkir qızın adı sözüm. Sənin hünərin çatmanı mənim adımı çəkməyə, amma mən şəxsən sənin adını çəkirəm. Çünki Allaha min şükür olsun ki sənin kimi gah nala, gah muxa vurmuram. Mən bir mövqeyim, bir düzüm, kişi qızı kimi də dediyim sözlərin arkasında duran bir xarakterim var. Milletin gözündə xal qazanmaq üçün sənin kimi oturub, cəmaatın yaralı yerlərinə toxunub, hər hansısa bir iki başlı mövqe bildirmirəm. Mən atam yaşlı kişinin sayəsində özümə cehiz alıb ərə getməmişəm. Mən 3 günlüyümdə ayağımda şəpşəblə gəlib müdiriyyətimi iş yerində axtarmamışam. Görəsən niyə müdür lazım olsun ki bir 3 günlük gəlinə? Mən müdürüm olan kəsin otağına girib, orada Allah bilir nə hoqqa verdikdən sonra otaqdan çıxıb üstümü, başımı, ağzımın pamadasının zadını düzəltməmişəm məsələn. Mən ədəbimlə, əxlaqımla ərə getmişəm. Ədəbimlə də, əxlaqımla da ayrılmışam. Və bugün də əxlaqımla yaşayıram. Sağa, sola, ora, bura, onun bunun ərinə dağıtmıram, paylamıram. Heç kimin uşağının boğazından da kəsilən pulu kiminsə ərinin, belə deyək də, qazandığı pulu öz uşağımı yedizdirmirəm. Heç kimin hesabına özümü ev almamışam, maşın almamışam. O yönümlə də, o həyat tərzimlə də tanınmamışam. Mən faydalı bir bloger olmuşam. Minlərlə insana pandemiya döneminde yardım paylayan, müharibə döneminde cəbhə bölgələrinə yollanan, güllədən, bombadan, heç bir şeydən qorxmayaraq əskərlərinə sovqat aparan bloger olmuşam. Mən günü bugünə qədər xəstə uşaqlara yardım eləyən, atasız balalara yardım eləyən blogeram. Mən çox gözəl anayam. Mən Azərbaycan qadınına yaraşan şəkildə bugünkü gündə yaşayan bir Azərbaycan qadınıyam. Niyə də mən o verilişdə çıxıb kiməsə nəsihət verməyim? Allah şükür, ağlım başımdadır ki, bugün dayandığım yerdəyəm. Və heç kim də çıxıb mənə demir ki, Sevinç, sən də poxlarını tökək, vaxtında Ramizin otağını necə girmisən, çıxmısan. Mənə onu deyən yoxdur. Çünki bugün mən çox gözəl, ağlı başında həyat yaşayıram. Mənim bir dənə səhifim olub, vaxtında bacı dediyim, evimin içinə buraxdığım qıza yumor naminə bəxt üzüyündən çəkdiyim bir fragmenti göndərmək. Amma o da mənim ağlımı başıma yığıb. O hərəkət mənə böyük bir təcrübə qazandırıb. Mən bugün heç kimə güvənmirəm və evimin içinə də heç kimi buraxmıram. Və heç bir zamanda o kimi videolardan gündəmə gəlib özünü tanınan qız olmamışam mən. Verilişə də çıxanda danışığımı, duruşumu, geyimimi bilən bir insan olmuş. Mən ümumiyyətlə bu kimi verilişlərə çıxıb özümü tanıtmaq üçün can yandırmamışam, dəvət almışam, getmişəm. Düzə düz, kişi qızı kimi də mövqeyimi bildirmişəm. Müğənni deyiləm ki, veriliş sayəsində özümə toy tutum. Vəkil deyiləm ki, özümə müştəri tutum. Həkim deyiləm ki, özümə pasiyent tutum. Mən xalqdan birisi olaraq oturmuşdum o verilişdə. Heç bundan sonra ora çıxmayacam da. Lazım gəlsə, yox. Xalq məni orada görmək istəsə, buna sənin kimilər əngəl ola bilməz. Sən get öz qoltuğunun altını iylə. Deyirsən ərdəyəm, amma sən ərvi hələ görən olmayıb. Mən məsəl üçün yanımda papaq olsun deyə kişi saxlamamışam. Sevərək ailə qurmuşam, sevərək ayrılmışam. Xasiyyətimiz uyuşmayıb çünki. Uşağımın psixologiyasını düşünmüşəm ki, dava dalaşlı ailədə böyüməsin mənim uşaq. Mən boşanmamışam ki, gündə onun bunun ərinə paylayım. Niyə də mənim kimisi oturmasın o verilişdə? Gərək yanımda papaq kimi ər saxlayıb şəkidə şəki məmuru ilə atel gəzim ki, sənin kimilər mənə artıq söz deməsin. Mənə artıq söz deyənin ümumiyyətlə bundan sonra belə mədəni cavabını verməyəcəm. Hər poxunu ortaya tökəcəm, ağzını cıracam elə xalqın gözünün qabağında. Allaha şükür, illər boyu insanlar mənim o xasiyyətimi də gözəl bilirlər. Bilirlər ki, başım girməyən yeri bədənimi soxmuram heç vaxt. Dilimə görə də dilçəyim olub həmişə. Mən sizlərə qadın olaraq hörmət qoyuramsa, anal olaraq hörmət qoyuramsa, zəhmət çəkəcəksiniz. O dilinizi münasib yerinizə soxub, siz də mənim analığıma, mənim qadınlığıma hörmət qoyacaqsınız. Yox, qoymursunuzsa, o zaman hodri meydan. Baxaq görək, siz mi daha nümunəvi həyat yaşayırsınız? Mən mi? Baxaq görək, sən mi daha namuslusan? Mən mi? Mən heç bir qadından belə bir şeyin rəqabətini aparmaq istəmərəm şəxsən. Çünki xarakterim, əqidəm buna yol vermiş. Reyting xatirinə kimisi yıxım sürgüm. Amma mən susduqca görürəm ki, sənin kimlər adamın təpəsinə oturur. Yaşı var, evindəki kişim varsa kişi və, əgər evində dediyin kimi qaynanan varsa qaynanava hörmət qoy, özünə artıq söz dedizdirmə.
Mən sənin üçün Rəqsanə xanım olmayacağam ha. Dibinə kimi gedəcəm. Sonunda ölüm belə olsa tüpürdüyümü yalamayacağam. Mən Bəkirin qızı olmaram. Mən filan şey belirəm. Axırda da ki, ay rəfiqəm yığdı. Dedi ki, Rəqsanənin uşağı xəstədir. Mən o yönümdən düşündüm. İnsanlıq naminə filan bağışladım. Yox. İnsan gərək başından böyük qələt eləməsin ki. Sabah da onu tüpürüb yalamasın, udmasın. İnsan gərək kimsə ailəsinə sataşmasın ki. Sabah kimsə də sənin ailəvə sataşmasın. Hə, bir də var sənin kimilər. Sənə heç kim sataşmadığı təqdirdə özü yuyulmamış çömçə kimi atırsan ortaya. Ay bacı, get. Arada bir həqiqətən də papaqlı qoy qabağına otur fikirlə. Yoxsa sənin bugünkü gündə elədiyin çıxışlar sənə bir gün çox baha başa gələcək. Bu da mənim sənə şəxsən Sevinç Hüseynov olaraq xəbərdarlığım. Get sən mənim qədər hələ faydalı ol insanlığa, millətinə. Ondan sonra danışarsan mənim haqqımda. Sənin kimlərin başı üçün deyil mənim haqqımda danışma. Mən şəhid ailələrini ev tikdirəm. Mən qazilərin haqqı tapdalananda onların adından danışan qızam. Mən pandemiyadan bu yana xeyriyyəçiliyim, xalqın yaralı yerinə toxunaraq çıxışlar etmək xalqa faydalı olmaq demək deyil. Onu 10 nəfərdə 9'u bacarar. Düş mənim kimi qapı-qapı xəstələrə yardım elə, acıların qarnını doyur, şəhid ailələrini ev tikdir, qazilərə yardım elə. Ondan sonra məni yıxıb sürüyərsən. Əgər hələ buna haqqın çatsa. Bu mənim sənə bir daha deyirəm son xəbərdarlığımdır. Bir də bu qədər mədəni olmayacağım.